Salam, SAT Talks'un ikinci buraxılışında biz yenə sizə SAT imtahanında yüksək nəticə etmiş tələbələrin təcrübələrini bölüşməyə davam edirik. Bugünkü qonaqlarımız Muhammed və Mahirdir. Mən sizə suallar ünvanlayacağam, siz də mənimlə öz təcrübələrinizi bölüşəcəksiniz. İmtahana hazırlıq prosesində SAT World balını birdən-birə çox yaxşılaşdırmağa başladığım bir evrika nöqtən olub. Doğrusu mənim SAT performansımın artması üçün mənə iki yanaşmamda etdiyim dəyişikliklər kömək etdi. Birinci dəyişdiyim yanaşma o idi ki, mən suallara fərqli bir sıralama ilə yanaşdım. İlk öncə etdiyim şey mətni, teksti diqqətli şəkildə oxumaq, onu proses etmək. Bundan sonra isə mən baxırdım ki, okey, şərti oxuyurdum ki, bu sual mənə nə istəyir. Növbəti mərhələdə isə artıq ağlımda bir fikir formalaşırdı şərti oxuduqdan sonra ki, mən nə götürəcəm bu tekstdən. Sonra bunu ağlımda tutaraq variantları oxuyurdum ki, bu ağlımda tutduğum cavaba variantlardan hansı daha uyğundur. Bunu mən daha çox belə statistikal olaraq yanaşırdım. Çox çətin suallarda, çox hallarda iki cavab bir-birinə çox yaxın olur və burada tənqidi düşünmək lazımdır. İki cavab arasındakı fərqi tapmaq üçün həqiqətən də ciddi şəkildə düşünmək lazımdır. Bu statistikal yanaşma isə mənə digər iki cavabı tez silib, sonda qalan iki cavaba daha çox zaman ayırmağımı mənə kömək etdi. Digər yanaşmam isə bu idi ki, mən suallarda tələsmək yerinə daha çox cavablarımın accurate olmasına fokuslanırdım və bunun üçün də teksti tələm-tələsik çox sürətli oxumaq yerinə normal sürətdə analiz edərək diqqətli şəkildə oxumağa üstünlük verirdim. Mahir, sənin belə bir evrika nöqtən olubmu? Mən düşünürəm ki, mövzuları bilmək və paraqrafı anlamaq qədər önəmli olan başqa bir şey də səhvlərin analizini apara bilməkdir. Mən səhvlərin analizini düzgün şəkildə apardığımda, yəni mocklarda işlədiyim testlərdə çıxan səhvləri evdə oturub niyə etdiyimə, necə etdiyimə baxanda düşündüm ki, imtahan balımda ciddi bir artış oldu və həmçinin burada mənim fokuslandığım nöqtə o idi ki, düzləri tapmaqdansa səhvləri silim. Bu mənə daha asan bir yol kimi gəldi. Muhammed, sən bildiyim qədərilə 1170 ilk imtahanı toplamışdın, sonra bunu 1370 elədin və ən sonunda 1500 topladın. Bu inkişafında sənə ən faydalı resurslar hansılar oldu? Mən əgər mənim bu resursları top 3 olaraq sıralayacaq olsam, top 1 olaraq düşünürəm ki, bizim kamplarda intensiv şəkildə işlədiyimiz mocklardır və belə bir şey vurğulamaq istəyirəm ki, mocklar barəsində mənim etdiyim şey təkcə dərslərə qatılıb mock işləmək deyil idi. Mən mockları işləyirdim, lakin sonra mən evə gedəndə mən o mockların üzərindən yenidən keçirdim. Hələ ilk başlarda daha zəif olduğum vaxtlarda mən təkcə səhvlərimin üzərindən yox, hətta düzlərimin üzərindən keçirdim, onları analiz edirdim ki, bu SAT məntiqini tam şəkildə qavraya bilim. Top 2 düşünürəm ki, self-study materialları idi. Şəxsi fikrim odur ki, təkcə dərslərə qatılmaq kifayət olmaya bilər. Təbii ki, bu individualdır, lakin mənim fikrimcə self-study olmazsa olmazdır. Performansın yüksəlməsi üçün yəni zəruridir. Top 3 isə bol-bol akademik məqalələr oxumaqdır ki, bu mənə kömək etdi ki, akademik ingiliscəyə daha alışqın olum. Mahir, səndə də oxşar bir inkişaf oldu ki, 1300, 1400 və nəhayət 1500 topladın. Bəs bu mərhələdə səni hansı sualları inkişaf elətdirmək xüsusilə çətin oldu? Mən düşünürəm ki, scientific paraqraflar məndə nə qədər asan olsa da onları anlamağım, bir o qədər də poemləri anlamaqda çətinlik çəkirdim. Bunu isə inkişaf etdirmək üçün mən günlük olaraq bir neçə poem oxuyurdum, qısa poemlər və başa düşməyə çalışırdım ki, yazısı orada nəyi çatdırmaq istəyib. Bununla da mən o sualları işləyərkən qısa notlarımdan istifadə edərək o sualları daha rahat işləyə bildim. Çox sağ olun uşaqlar, bizlə təcrübələrinizi bölüşdüyünüz üçün. Növbəti buraxılışımızda daha fərqli qonaqlar və daha fərqli bir mövzu ilə sizinlə birlikdə olacağıq.